Bismillahirrahmanirrahim və bihi nəstəin. Bugünkü gün Zəfər bayramıdır. Biz Zəfər bayramında Novxanı kəndindəyik. Novxanı kəndində Zəfər bayramı qeyd olunur və burada ən yaxın dostlarla, gözəl insanlarla rastlaşdıq, görüşdük. Mənim üçün fürsət əldə elədim mən. Səfərovun oğlu burada bizi ilə iştirak edir. Mən istəyirdim ki, onu görüm, Allah tərəfi oldu, burada gördüm. Allah Səfərovu rəhmət eləsin. Mən onun haqqında çox oxumuşam, çox belə dahi rəhbər olub, gözəl işçi olub. Həmişə də yüksək vəzifələrdə işləyib. Onun gördüyü xeyirxah işlər çoxdur. Səfərov özü də Novxanlıdır. Səfərov elə böyük bir iş görüb ki, onu işıqlandırmaya bugün bizim boynumuzda haqqdır. O, Mehdabad kəndi ki, var hal-hazırda, vaxtiykən o Mehdabad kəndi üzümçülük sahələri olub. Fatmayı, Novxanı, digər kəndlərinin əkin yerləri olurdu. 1957-ci ildə Səfərovun təklifi ilə orada kənd salınıb. Yəni ki, o kənd salınıb 70 il bundan qabaq. O 70 il bundan qabaq onun təklifi olub. Sonra da onun təklifi ilə həmin kəndə də Mehdi Hüseynzadənin əfsanəvi qəhrəmanımız Mehdi Hüseynzadənin adı verilibdir. Bu zəhmətləri, bu təklifləri Səfərov veribdir. Ona görə də böyük iş görür. Ona görə bugün çox şadam ki, bu Zəfər günündə həm onu yad elədim, həm də onun oğlu bizi ilə burada iştirak edir. Bir də bizim burada alim qardaşımız var və o iştirak edir. Bir neçə kəlmə istərdim səndən. Çox sağ olun, Hacı. Allah sizə canı sağ versin. Allah sizi böyükdən eksik eləməsin. Və onu da əlavə eləmək istəyirəm ki, ötən əsrin 60-cı illərin sonuna qədər fəaliyyət göstərən Novxanıda bir bina var, bir tikili var, məktəb kimi fəaliyyət göstərib, sonra bir müddət boş qalıb və məhz Səfərovun təklifi əsasında Novxanı kənd sakinləri üçün tikiş fabriki kimi o həmin tikili açılıb və uzun 10 illiklər ərzində Novxanı kəndi həmin fabrikdə işləyərək öz ailələrinə əmək haqqı aparıb. Çox qəşəng, ləzzətli. Bir də özünüzü təqdim edərsiniz, adınızı. Adım Talihdir, Səfərovun nəvəsiyəm. Allah sizə can sağlığı versin. Babam 58-ci ilə qədər Novxanı Safxozun direktoru olub. Müharibə devrində komissar, yəni hərbiçi olub. Hər zaman vəzifələrdə işləyib. Üzümçülük, Novxanı Safxozun qəsəbəsinin üzümçülüyü yaradandan sonra 57-58-ci ildə hazır düz buyursunuz. Buyursuz da deyil. Mehdabad qəsəbəsini yaradı və o qəsəbə adı Mehdi Hüseynzadənin adı ilə bağlı qəsəbəyə Səfərov verib bu adı. Və Mehdabad qəsəbəsində üzümçülüyü də yaradan, bərpa eləyən. Bəli, Safxoz. Safxoz. Əvvəllər bir nömrəli Safxoz adlandırırdı. Bəli. Səfərovun sayəsində o qəsəbə Mehdi Hüseynzadənin adına verildi. Səfərov Novxanı kəndinin tanınmış və böyük nəsillərindən biridir. Gerçi onların nümayəndəsi Səfərovla yekunlaşmır. Məsələn, biz Kabutər Səfərovun da adına xüsusilə qeyd eləməliyik. Gəncədə yerləşən Aqrar Universitetə rəhbərlik etdiyi dövr ərzində o Sovet dönəmində Azərbaycanda kolxozları, safxozları gəzərək aqrar sahəyə həvəsi olan, aqrar sahəyə maraq göstərən gənc kadrları, zəhmətkeşləri təhsil almasında, onların universitetə cəlb olunmasında, aqrar sahənin müxtəlif istiqamətlərində onların yerləşdirilməsində onun böyük xidmətləri olub. Nəinki Novxanı üçün, eyni zamanda Respublika müddətində. Allah rəhmət etsin, Allah ruhunu. Mən də təşəkkür edirəm, minnətdaram sizə. Çox şad oldum. Bildiyimiz kimi noyabrın 2-si Mehdi Hüseynzadənin anım günü oldu. Həmin o anım günü Mehdabad kəndində qeyd olundu. Mehdinin adına süfrə açıldı və biz də orada iştirak elədik. Həmin tədbirdən və bu yaxınlarda da Mehdi Hüseynzadənin orada büstü qoyulacaq. Bunlar böyük əlamətlər, işlərdir. Biz bunun üstündə müraciətlər eləmişik, müraciətlərimiz qəbul olub, təsdiq olub və həmin o məclisdən də disk yazıları vardı. Onu da mən hədiyyə edirəm. Bir də qismət oldu bizə. Bu diskləri də sizə hədiyyə elədik. Var olun, minnətdaram, təşəkkür edirəm. Hacı, biz sizə də minnətdaram. Allah sizi var eləsin bu işlə. Çox zəhmət. Sağ olun. Allah sizi var eləsin. Siz sağ olun, çox sağ olun. Çox sağ olun.